Bugün onların günüdür. Ağdamın Sarıcalı kənd sakinlərinin, illərin həsrətinin başa çatdığı, nəhayət vüsala çatdıqları gün. Kimi necə deyərlər, şişmiş gözlərlə qarşıladı bizi. Həyəcandan gecəni sabah edən, sevincdən ağlayan gözlər. Bir vaxt yolda qalan, bugün isə yol gedən, yola düşən gözlər. Bu mərhələdə isə Sarıcalı kəndinə daha 28 ailə, o cümlədən 110 nəfər köçürüldü. Belə ki, Bərdə rayonundan 11 ailə, Bakı şəhərindən 9 ailə, Mingəçevir şəhərindən 3 ailə, Ağcabədi rayonundan 1 ailə, Ağdam rayonundan 1 ailə, Ucar rayonundan 1 ailə, Gədəbəy rayonundan 1 ailə, Yevlax şəhərindən 1 ailə doğma dədə-baba torpağına yola salındı. Bir də sevinclərini öz dillərindən eşidək. Çıxanda 46 yaşım var da o. 46 yaşında çıxmışam. Hamınız bağışlayın. Ataları rəhmətə yetmişdi. Yanımda da 5 uşaq, 41 yaşım vardı hələ onda. Çiftə çıxanda. Ataları öləndə 41 yaşım vardı, 46 yaşım. 4 ildən sonra çıxdıq. Bu zulümləri çəkə-çəkə gəlmişik, indi azadalığa çıxırıq. Deyir, mən aşıq vətən yaxşı, yeyməyə kətan yaxşı. Gəzməyə qərb ölkə, amma ölməyə vətən yaxşı. Vətən çörəyi, vətən gedişatı. Orada simsarlarını, qohumunu, övladını tanıyırsan deyin. Amma qəribçilikdə boynunu bükürsən ki, görən alır. Bundan xoşlanırsam yaxşıdır, bundan bəd danışsam yaxşıdır, nətər. Ona görə el cəmaatı ayrı şeydir. El içində, öl içində. Uşaqlıq illərimiz orada keçir. Amma gəncliyimizi gəlib bu məcburi köçkün həyatı yaşamışıq. Ağır günlər keçirmişik. Hara getmişik, qaçqınlar gəldi deyəndə ürəyimiz ağrıyıb ki, bizim də torpağımız, bizim də vətənimiz var idi, evimiz, eşiyimiz çox pis təsir edirdi. Yavaş-yavaş artıq o qaçqın sözünə örgəşdik, amma yenə ürəyimizdə o his var idi ki, öz doğma yurdumuza qaydaq. Çox şükür bugünə prezidentimizin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində çox şükür bugünə vətənimizə qaydırıq. Çox sevincliyəm. Allah yerdə qalan məcburi köçkünlərimizə kömək olsun. İnşallah onlar da bu sevinci yaşasın. Onlar da öz vətənlərinə qaysın. Gələndə tək gəlmişdim. Şükür indi ki, övladımla qayıdıram. 26 yaşınız olduğuna görə Ağdamı görməmişsiniz və Ağdamı ailəniz sizə necə tanıdıb, Ağdamı xatirələrinizi necə canlandırıb? Ağdamı əsasən belə necə deyim, kədər hissi ilə daha çox xatırlayıblar, çünki işğal olunduğuna görə. Belə təbii ki, yaxşı xatirələr də var, gözəl yaşayışlar olub orada. İşğal dövründə darmadağın edilib, indi çox şükür qurulub, düzəldilib, daha da gözəl bir şəkildə. Mən də çox həvəsliyəm, çox sevincliyəm getdiyimə görə, çünki həm özüm öz yurdumuz olduğuna görə, bizə aid olduğuna görə. Artıq köç kərvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb. Bu mərhələdə köçürülən 110 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Sarıcalı kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilən fərdi yaşayış evlərində mənzillər verilib. Beləliklə, bugünkü köçdə nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 37-yə, o cümlədən 146 nəfərə çatıb.